Özü gəlməyənlər var, incimaz. Ay bacı, elə şey olar. Övlad da anasının qəbrinin üstünə gəl. Ay bacı, elə şey olmaz, qurban olum. O nə deməkdir? Ananın yerini heç kim vermir. Heç kim. Heç kim vermir. Heç kim. Bizim onunla mən bilirsiniz də, mən fikirlərimiz üst-üstə düşmürdü. Nəyə görə düşmürdü, qızlar? Bax, mən bir xəsiyyətim var. Mən yaxından tanıyanlar bilir də. Mən bir xəsiyyətim var. Hamıya yaxşı deyirəm. Mən üçün heç kim pis deyil. Hamı yaxşıdır. Mən də gəlirdim evə, kimləsə indi hansısa bir qız məsəl üçün də təzə tanış olmuşam o qızla. Gəldim, deyirdim, mama, elə yaxşı qızdır. Deyirdi, yaxşı deyil. Dalaşırdım ki, niyə yaxşı deyil? Hardan tanıyırsan, ay mama? Deyirdi, yaxşı deyil, görəcəksən, yaxşı deyil. Görəcəksən, yaxşı deyil. Axırda da eyni çıxırdı. Onun dediyi kimi çıxırdı. Anadolu Allaha yaxşı da çıxmırdı. Mamamın dediyi kimi çıxırdı. O da hər dəfəsində gördün, mən deyəndə deyirdi. Mən də onda Şəfəq, necəsən həyatım? Canımsan, Şəfəq. Can. O inansa axırda da onun dediyi çıxırdı. Ona görə fikirlərimiz üst-üstə düşmürdü. Nə bürcü idi? Oğlaq bürcü. Çox çətindir. Can, Allah rəhmət eləsin. Uşaqların atası gəlmişdi. Analar hiss edir. Kamis ürəkdir. Çox sağ ol ürəyim. Ayda, mən qoç, anam oğlaq eyni. Bizim xəsiyyətlərimiz ay qız düşmürdü. Allah'ı yola verə də bilmirdim də. İnansız yola verə də bilmirdim. Yəni, bu xəsiyyətimiz üst-üstə düşmürdü da. Yəni, məndə yola vermək yoxdur da. Bir də mən quru qızam, sən necə quru qızam? Yəni, bir şey sevmirəm. Bir dəqiqədə bir marça-murç öpüm, nəsə şey eləyim. Yəni, məndə yoxdur da, o şey yoxdur. Yəni, belə, necə deyərlər, insan anasını öpər, qucaqlayar. Yəni, mən də öpüb qucaqlayırdım. Amma mən tez-tez gedim, öpüm, qucaqlayım. Nə bilim, belə şey yoxdur da məndə. Yəni, kaş ki olardı. Kaş ki olardı, Allah'ın adından da olsun, kaş ki olardı, kaş ki elə olardım mən də, belə tez-tez qucaqlayıb öpən olardım da, yəni. Sevgimi bildirə bilmirəm da, yəni. Nə bilim. Sevgimiz içimizdədir, niyə elədi heç bilmirəm. Atamı da çox istəyirəm mən. Atam da mənim canımdır, ürəyimdir. Çox istəyirəm onu. Çox, həqiqətən onu da çox istəyirəm. Ümumiyyətlə, mən valideyni sevən insanım. Can. Bürüzə verməsəm də, əlbəttə ki, çox istəyirəm. Yəni, o mənim, nə bilim, hər şeyimdir, hər şeyim, həqiqətən. Bir dənə illərdir görmədiyim bir dənə qız var idi. Davam zadım düşməmişdi. Sadəcə olaraq bir xanım var idi. Onun üstündə ondan əlaqəni kəsmişdim. Həm də eşitmişdim ki, dalımca zat danışır elə. Əlaqəni kəsmişdim. İllər sonra anam mənə deməmiş, bir də gördüm ki, gəlib anamın üstünə. İllər sonra. O tanıyırdı da, mənə lap yaxından tanıyırdı. Mənə dedi ki, sən hər şeyi itirdin. Dırnaq ustasıdır qız. Dedi, sən hər şeyi itirdin. Dedim, itirdim. Hər şeyimi itirdim. Mənə zaşrat eləyən, məni yanlışımla, doğrumla sevən insan, mənim bütün səhvlərimi bağışlayan insanı itirdim. Məni hər halimlə sevən insanı itirdim. İnsanı hər halı ilə sevən insan anasıdır da. Yəni, mən o insanı itirdim. Mən pis xəsiyyətimlə də, yaxşı xəsiyyətimlə də, nə bilim, əsəbiliyimlə də, olduğum kimi məni sevən insanı itirdim. Yəni, mən o insanı itirdim. Mən
ailəmdə problem var idi mənim. Bir dəfə boşanmaya vermişəm. Sonra saxlatdırmışam da boşanmamışam mən o vaxt. 2013'də boşanmaya vermişdim mən. Sonra saxlatdırdım boşanmanı. Barışıq oldu. Mən xəstə idim. Məni anam, bir də xalamın yoldaşı qucağında aparırdı həkimə. Mənim anam mənim yanımdan ayrılmırdı. Mənim anam mənə elə baxdı. Gecəsi gündüzü mən idim. Xəstəxanalarda yanımda yatırdı. 3 ay mən əziyyət çəkdim, 3 ay. 3 ay mənim yanımdan ayrılmadı. Anam, yəni mənə tamam başqa baxdı. Tamam başqa. Qışqırırdım, bağırırdım, əsəb olanda. Uşaqların zadının üstünə. Gəlirdi uşaqlarımın üstünə qışqırırdı ki, uşağımdan nə istəyirsiniz? Evdə bir nəfər mənə bir söz deyə bilmirdi. Uşaqlarım ağzını açan kimi, ki, nə istəyirsiniz mənim uşağımdan? Dəli eləyəcəksiniz mənim qızımı. Uşaqların üstünə əsəbləşəndə gəldi, dedi ki, dəli eləyəcəksiniz mənim qızımı. Nə istəyirsiniz mənim qızımdan? Başlayırdı ağlamağa ki, mənim qızım əziyyət çəkir. Mənim qızımdan nə istəyirsiniz? Niyə incidirsiniz qızımı? Həkimi şikayət etmədin? Yox, həkimi niyə şikayət edeyim ay bacı? Həkimdən mənim bir şeyim yoxdur. Həkimə mən şikayət niyə edeyim ki? Həkim əməliyyatını eləyib də. Mən elə insan deyiləm, gedim iş verənliyi eləyim, nə bilim, neyiniyim, həkimi şikayət edeyim. Son sözünü aldım ama sənə. Videoda var, baxmamısınız. Ən son sözü mənə videoda da deyir ki, Vüsalə, gəl məni klipə çək. Şey deyir də, yəni. Video deyir, yəni. Gəl məni deyir, klipə çək, özdə deyir, effektsiz çək. Mən zaten deyir, gözələm. Məni deyir, olduğum kimi çək. Məni effektsiz çək. Mən onsuz da deyir, gözələm deyir. Mənə deyir, effektsiz çək. Gəl mənə deyir, klipə çək mənə dedi. Son sözü heç kimə qarşı kinli olma. Heç kimə əyilmə. Videoda deyir də, baxmamısınız yəqin ki. Heç kimə əyilmə, heç kimə sınma. Kin saxlama. Övlad kimi səndən razıyam. Qardaşıma sahib çıx. Son sözü. Ən o yatmamışdan bir gün qabaq da əlimi belə tutdu, belə. Çünki çox pis idi. Əlimi belə tutdu. Dedi, Vüsalə, sənə ant verirəm, bir özümağa. Qoy ölüm. Ne olur koy ölüm dedi. Yalvarırım dedi, koy ölüm. Koy ölüm Vüsalə, koy ölüm dedi. Ne olur dedi, koy ölüm. Dedim, yok mama, ölmeyeceksin. Çünkü aparatı mən deməliydim də ona göre. Bir dənə o sonra da yatızdırdılar. Çünkü əziyyət çəkirdi. Həkim deyirdi ki, iğne ilə yaşayır da bu insan. Vitaminlər vurulmasa dözə bilməyəcək. Yəni.
Oy, can. Hə, aparat incidirdi. Çünki boğazına salınmışdı axı aparat ürəyim. Süni nəfəs aparatı idi da. Açıq ürəyim elədi. Mənim anam da iflicdir. Allah kömək olsun. Çox sağ olun qızlar. Təşəkkür edirəm. Mən aman olub çoxdan. Allah rəhmət eləsin bacı. Çox sağ ol. Ağlama düşmənlərin sevinir ay ürəyim. Mənim düşmənim əgər mənim anamın ölməyinə sevinəcəksə, mən onlara heç nə deyə bilmərəm. Ancaq yazığım gələ bilər elə insana. Yəni, ancaq yazığım gələ bilər. Yəni, birincisi mən özümə heç kimi düşmən bilmirəm. Mənim düşmənim yoxdur. Əgər kim məni özünə düşmən bilib, yəni mənim bugün anamın ölməyinə ağlamağıma sevinirsə, mən ona ancaq yazığım gələ bilər, başqa da heç nə. Yəni mən ona heç nə deyə bilmərəm, heç nə. Bugün mənim anam ölə bilər, sabah hər kəs ölümlü dünyadır. Hər kəsin anası da öləcək, atası da öləcək, özü də öləcək. Allah can sağlığı versin, Allah gecindən versin. Yəni bu ölüm elə bir şeydir ki, hər kəs üçündür, hər kəs üçün. Əgər mənim anamın ölməyinə bugün kimsə sevinirsə, gülürsə, yaxşı oldu deyirsə, mən ancaq ona deyə bilərəm ki, Allah sənə şəfavı versin. Всё. Yox, burada yazıb ki, yəni ağlama düşmən, mənim düşmənim də yoxdur bacı. Mənim niyə düşmənim olsun, qurban olum, kimsə vurmamışam, kimsə yıxmamışam, kimsə çörəyini alıb yeməmişəm, kimsə işinə bahis olmamışam. Mənim niyə düşmənim olsun, ay qurbanı? Ola bilər məni özünə düşmən bilənlər var, Allah da onların canını sağ eləsin. Hə, nə deyim ki? Çox sağ ol ürəyim. Heç kim sığortalanmır. Əlbəttə ki, fani dünya deyə, Allah haqqı, fani dünya, fani. Bilmirsən, ölüm gözlə qaşın arasındadır. Valla, inansız. Yəni, anidən dünən səndən deyib danışan, gülən insan bugün ölə bilər. Yəni, qaşla gözün arasında deyib. Qurban olma Allaha, nə bilim, elə qəribə bir hisdir ki o qızlar. Allah heç kimə görsətməsin. Çox qəribə bir hisdir. Yəni, canlı bir insan qabağında yatır, amma cansızdır. Çox qəribə bir hisdir. Yəni, insan algılaya bilmir. Baxırsan ki, yəni, necə yəni, axı danışırdı, gülürdü, canı ağrıyırdı, ətindən bir dənə eləyəndə gözün açırdı. Yəni, bu insan necə o üz, bu üz çörürsən, neyinsə, nə bilim, bilmirəm, Quran adından da olsun. Ay bacım, mən kipriyimi çıxarda bilmərəm, mən təqdimat eləyirəm, mən mağazada işləyirəm. Elə danışırsınız ki, kipriyi, az mənim kipriyimlə anam geri qayıdır. Çıxarda bilmərəm, mən saçımı düzürəm, gedirəm işə, çəkiliş eləyirəm, videolara çəkilirəm. Eləyə bilmərəm də onu, pul qazanıram o işdə, başa düşmürsünüz siz bunu. Kipri ilə ana qayıdır. Mən kipriyimi qoymasam anam qayıdacaq. Çox sağ ol, Allah rəhmət eləsin.
Sağ ol ürəyim. Sağ ol. Heç olmasa 40'ına kimi yasını tut. Ömrüm, mənim heç kimin köməyinə ehtiyacım yoxdur, qurban ol. Gözəl bacılarım, Allah hər kəsin canını sağ eləsin öz evində. Heç kimin köməyinə mənim ehtiyacım yoxdur. Şükürlər olsun. Əlim var, qolum var. Ayaq üstə dura bilirəm. Bacardığım qədər ayaq üstə durmağa çalışıram. Qurban olum Allaha. İnşallah Allah dəstək olacaq, daha da çox ayağa qalxacam. Heç kimə ehtiyacım yoxdur. Ay bu kömək elədi, ay o kömək elədi. Ay nə bilim bu sənə bunlar şey elədi. Mən ehtiyacım yoxdur. Mənim ehtiyacım olacaq, mənim evim var. Satacağım, gedəcəm bir başqa ev alacağım. Borcumu verəcəm. Yəni mən kiməsə niyə ağız açmalıyam ki? Nəyə görə? Hamının ailəsi var, uşağı var, hamının baxacaq övladı var. Zamanə elə zamanədir ki, zamanə zorla qarnını doyuzdurur. Kimdənsə gedib nəsə istəməyə heç kimin ixtiyarı da yoxdur. Belə pis çıxmasın. Adama deyirlər pul qoymusan, pul istəyirsən? Yox. Nəyə görə kim kimə nəsə eləməlidir ki? Elə bir zamanədə yaşayırıq ki, valla insanlar özlərini zorla dolandırır. Hamı uşağı oxudur, hamının uşağı məktəbə gedir, hamı əyin baş alır uşağına. Valla düz deyirəm, Quran haqqı, mən heç kimin heç nəyində də gözüm yoxdur. Heç kimin, Allah Taala hamısını canı sağ eləsin öz evində. Öz evində. Ümumiyyətlə bilirsiniz ki, mən qohumpərəst insan deyiləm də. Yəni məni tanıyırsınız, mən həmişə də demişəm, deyəcəm. Mən sevmirəm də bacım, mən təkliyi sevən insanam. Mən təkliyə örgəşən insanam, təkliyi sevən insanam. Mən qohumpərəst insan deyiləm, qohum sevən insan deyiləm. Yəni deyiləm də, mən elə deyiləm. Ona görə də mən heç kimdən heç nə ummuram. Heç kimə də nəsə eləmək məcburiyyətində də deyil. Yəni eləyən də Allah canı sağ eləsin, eləməyən də Allah canı sağ eləsin. Yəni inansız insan pulu zorla qazanır, amma asan xərcləyir. Mağazaya gedirsən, 2 dənə şey alırsan, nə boyda pulun çıxır. Baxırsan ki, nə aldın ki, heç nə almadın, amma nə qədər pulun çıxdı. Ona görə mən hər kəsi çox gözəl başa düşürəm.